Növbəti hədis, Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, deyir, sizlərdən biriniz dəstəmazı pozulmadıqca, namazgahda olduğu müddətcə, ya namaz qıldığı yerdə olduğu müddətcə, mələklər onlar üçün dua edərlər. Deyərlər ki, Allahumma xfir ləhu, Allahumma rhamhu. Allahım onu bağışla, ona rəhm elə. Deməli, məhcə gəldinsə, namazı gözləyirsənsə, dəstəmazın pozulmadıqca, mələklər sənin üçün dua eləyər. Gəlmişsən, namazı gözləyirsən. Və yaxud da ki, bir namazı qılmısan, vaxt keçib ikinci namazı gözləyirsən. Dəstəmazın pozulmadıqca mələklər sənin üçün dua edirlər. Və həm təsavvuf etmirəmsə, hətta zikirlərə də aiddir. Əgər namazı bitirdinsə, həmən durub getmə. Zikirləri belə qutar, sonra get ki, bu fəzilətə nail olasan. Xüsusən məhcə gəldinsə, qardaş, namazı gözləyirsənsə, dəstəmazda ol. Bəzi adamlar var, biraz tez gəlir, deyək ki, yarım saat 40 dəqiqə bax. Dəstəmazı poza deyir ki, hələ iqamət azana çox var. Azana yaxın gəlib dəstəmaz alarım. Deyirəm, sən müsalləndə, yəni namaz qıldığın yerdə oturduqca, namazı gözlədikcə, mələklər sənin üçün dua edirlər. Mələklər də Allahın ən sevimli qullarıdır. Təbii ki, onların duaları da inşallah müstəcəbdir. Sən özü niyə xeyirdən, niyə bərəkətdən məhrum edirsən? Get dəstəmaz al, gəl, otur yenə yerində. Demək, bu hədis həmçinin nəyə gözlərir? Namazda namazı gözləməyin fəziləti, məhcə getməyin fəziləti, namazdan sonra zikirləri etməyin fəziləti, ibadətdə səbirli olmaq. Deməli, ibadətdə belə səbirli olmaq insan nə qədər xeyirlər, nə qədər bərəkət verir. Nə qədər, yəni xeyrə nail olur. Nə qədər savablara nail olur. Qafil insan belə şeylərdə məhrumdur. Ona görə gəlin özümüzü xeyirlərdən məhrum eləməyək.